qarşı maternal davranışlar, yəni anaya bənzər ana davranışları hakimdir, yəni qadın beynində. Bu isə məhz uşağa sevgi göstərməsi ilə əlaqədardır. Yəni uşağa sevgi göstərir, onun qidalanmasını önəmsəyir, onun isti qalmasını önəmsəyir. Və araşdırmalar göstərir ki, qadınlar bu davranışları öz həyat yoldaşlarına qarşı da göstərirlər. Yəni həyat yoldaşıma yemək hazırlasın, həyat yoldaşının üstünü örtsün məsələn. Yəni bu tip uşağa yanaşdığı sevgi ilə maternal davranışlarla, yəni ana davranışlarla həmçinin həyat yoldaşına da davranır. Və bu isə onun, dediyim kimi, beyninin biolojik xüsusiyyətlərindən irəli gəlir. Və siz də məsələn özünüzdə də yoxlaya bilərsiniz. Əgər sizin də ikinci barmağınız dördüncü barmağınızdan uzundursa, deməli sizin beyniniz qadın beynidir. Fərqi yoxdur. Bu kişilərə də aiddir. Yəni kişinin də ikinci barmağı daha uzundursa, onun beynində qadın hormonlarının təsiri altında formalaşma var. Yox, əgər dördüncü barmağınız daha uzundursa, bu sizin beyninizin ana bətnində olarkən testosteron hakimliyi nəticəsində gelişdiyini, inkişaf etdiyini göstərir. Bu isə mövcud kişi beyninin yaranmasına səbəb olur. Bəs kişi beyninin hansı xüsusiyyətləri var? Növbəti videoda da onlar haqqında danışıram.